Bəli, 26 iyun Silahlı Qüvvələrimizin yaranması günü azad torpaqlarımızda, azad Xankəndimizdə hərbi yürüşlə davam edir. Əslində Xankəndi suverenliyimizin epicentri, zəfərimizin tamamlandığı bir məkandır və Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyevin yetişdirdiyi həm silahlanma, maddi-texniki baza cəhətdən, həm psixoloji cəhətdən yetişdirdiyi rəşadətli Azərbaycan ordusu sözün əsl mənasında tarix yazdığı məkanlardan bugün yürüş edir. Bugün eşitdiyiniz bu səslər, bu ayaq səsləri əslində suverenliyimizin ürək ritmləridir. Azadlığımızın səsidir ki, eşidirik azad Xankəndimizdən və bu gördüyünüz rəşadətli ordu azad Xankəndimizin mərkəzi küçəsi ilə hərəkət edir. 44 günlük vətən müharibəsində tam 30 il işğal altında qalan Azərbaycan torpaqlarını azad edilən igid oğlanlarımız yeriyir bugün azad Xankəndimizdə. Vətən müharibəsi nəinki torpaqlarımızın azad olunması, həmçinin dünya hərb tarixində yeni tarixin yazılması ilə yekunlaşdı. Hər tarixində yeni səhifə açıldı və elə vətən müharibəmiz başa çatdıqdan sonra dünyada baş verən müharibələrdə, lokal qarşıdurmalarda məhz 44 günlük vətən müharibəsində Azərbaycan ordusunun həyata keçirdiyi unikal hərbi əməliyyatlarının fragmentlərindən istifadə olunur və vətən müharibəmiz başa çatdıqdan sonra cəmi 3 il sonra işğal altında olan Ağdərəmiz, Xocavəndimiz, Xocalımız, Xankəndimiz cəmi 23 saat 43 dəqiqə davam edən lokal antiterror tədbirləri ilə öz azadlığına qovuşdu. Bax, bu gördüyünüz azad şəhər elə həmin lokal antiterror tədbirləri nəticəsində öz azadlığına qovuşan yurt yerlərimizdəndir. Bu qürurluyuq. İnsanlar bərabər şəkildə ordumuzla bərabər yürüyür. Bu müqəddəs günü, bu mübarək günü qeyd edilir. Əslində 26 iyun tək silahlı qüvvələrimizin yaranması günü yox, 107 yaşını qeyd etməsi yox, həmçinin hər bir Azərbaycanlının bayramıdır. Çünki müharibə dövründə xalq ordu birliyini gördük. Əlbəttə, bu günləri bizə yaşadan başda Müzəffər Ali Baş Komandanımız Cənab İlham Əliyev olmaqla silahlı qüvvələrimizin hər bir nəfərinə borcluyuq, öz təşəkkürlərimizi bildiririk.